30 Days of Challenge 19-cu gündən hər kəsə salam. Topik imtahanına hazırlaşırsınız, amma hardan başlayacağınızı bilmirsiniz. Mən də hazırda topika hazırlaşıram və bu videoda sizə həm topik haqqında danışacağam, həm də öz hazırlıq prosesimi paylaşacağam. Əvvəlcə topik nədir? Gəlin sizə onu izah edim. Topik Koreya dilini xarici dil kimi öyrənən insanların dil səviyyəsini ölçən rəsmi imtahandır. Topik iki əsas hissəyə bölünür. Topik 1 və Topik 2. Topik 1-də 1 və 2-ci səviyyələr, Topik 2-də isə 3-dən 6-ya qədər olan səviyyələr qiymətləndirilir. Yəni məqsədiniz sadəcə başlanğıc səviyyəni təsdiqləməkdirsə, Topik 1, daha yüksək səviyyələrə hədəfləyirsinizsə, Topik 2 sizin üçün daha uyğundur. Mən hələ topik imtahanı verməmişəm. Ona görə burada sizə imtahanda belə etdim, belə nəticə aldım deməyəcəm. Əksinə, sizi öz topik hazırlıq prosesimi aparmaq istəyirəm. Hazırda keçmiş topik suallarını analiz edirəm, söz ehtiyatımı artırıram və dinləmə və oxuma üzərində işləyirəm. Və xüsusilə yazı bölməsinə daha çox vaxt ayırıram. Məncə topika hazırlaşarkən ən çox vacib şeylərdən biri sadəcə çox çalışmaq yox, düzgün çalışmaqdır. Məsələn, əvvəllər düşünürdüm ki, nə qədər çox söz bilsəm, bir o qədər yaxşı nəticə alacam. Amma hazırlaşdıqca başa düşürəm ki, məsələ yalnız söz sayında deyil, məsələ strategiyadadır. Və əgər düzgün strategiya qursanız, qısa zamanda çox şey öyrənə bilərsiniz. Sözün hansı kontekstdə işlənməsi, sinonimləri, qrammatik strukturlarla birlikdə necə istifadə olunması və ən əsası topikdə qarşınıza necə çıxa biləcəyi də çox önəmlidir. Ona görə artıq öyrəndiyim sözləri sadəcə siyahı şəklində əzbərləməkdənsə, cümlələr və topik nümunələri ilə birlikdə öyrənməyə çalışıram. Əgər topik imtahanı verməyi planlaşdırırsınızsa və mənimlə birlikdə topik hazırlaşmaq istəyirsinizsə, səhifəni izləməyi unutmayın. Biraz lüğət oxuyaq. Topik imtahanına hazırlaşanların ən çox etməli olduğu şeylərdən biri də söz ehtiyatını artırmaqdır. Mən də hazırda topik üçün lüğət çalışıram, amma sözləri sadəcə əzbərləmək yox, mənalarını və hansı kontekstdə istifadə olduğunu öyrənməyə çalışıram. Çünki topikdə geniş söz bazası çox önəmlidir. Vloqumuz bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Səhifəni izləməyi və videonu bəyənməyi unutmayın. Növbəti günlərdə görüşənədək sağ olun.